Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hamınız yaxşısınız. Mən çox yaxşıyam və bu video biraz qarışıq video olduğu üçün bu formada açılış elədim. Deməli, bu video əslində çoxlu kadrların birləşməsindən ibarətdir. Hərəsi bir gün çəkilib, artıq hansı sıralama ilə çəkilib, necə çəkilib, mən belə unutmuşam. Amma onu deyə bilərəm ki, həyatımda son dönəmlərdə baş verən bütün gözəllikləri çəkmişəm. Maksimum əlimdən gəldiyi qədər çəkə bilmədiklərimi Instagrama çəkilənlər üçün qoymuşam aralara. Nəysə, bu vlog oradan buradan ola bilər. Buna görə mənə əsəbləşməyin. Amma önəmli olan bu vlogda sizə maraqlı kadrlar ötürməkdə onsuz da. Mən elə gəlir ki, bu vlog həqiqətən maraqlı bir vlog olacaq. Elə isə mən aksesuarlarımı taxım, hazırlaşım, işə gedim. Siz isə keçid edib videoya baxın. Görün Sabina bizə nə alıb. Davay paylaşsın. Okey. Siz seçin. Yox, Gəl Acun bizdən böyük Acuna get. Ana starşınas. Bu ne hamısı yeniləkdir. Aha, siz seçin. Şahane, mən də səndən böyüyəm və mən yaşlı seçəcəm. Mən oranjevı seçirəm. Mən biraz fikirləşmək istəyirəm. Çox qəşəngsən. Bunu düzəlt, xahiş edirəm. Salam söyle, salam. Salam. Salam arkadaşlar. Abone olmayı unutmayın. Salam. Mən biraz fikirləşmək istəyirəm. Görün bu gün sizin üçün nə video çəkməliyəm. İndi bunu uzadım mən də. Aycun deyir ki, menacerimizə görə biraz uzun alarız. Oradan bura belə təpəmizi vursun. Belə. Amma mən şəlaləyə vura bilirəm. Evet, baxın. Zaten heç nə yox idi içində. İndi burada şey çıxdı. Happy oldu. Evet. Çox sağ ol. Belə eləyəcəm. Bax, Turan. Turan, gecə də Plan kəs. Otur yeri ver. Necəsən? Ay oğlan, niyə burada telefonla danışsın? Bunu Sabina, yəni iş yoldaşım, digər iş yoldaşımın qızı üçün alıb. Baxın, ürəyim getdi, çox şirin deyil. Mən də uşaq vaxtı bax belə mətbəx dəstləri üçün ancaq ağlayırdım, zırıldayırdım ki, mama mənə də alın, mənə də alın. Bir də bu paltarları göstərmək istəyirəm. Bunları da səhv eləmirəmsə Next-dən almışdı. Çox qəşəng paltarlar, çox şirindir. Adam istəyir böyük razmer olsun, elə özün geyinəsən. Materialları da o qədər qəşəng idi. Çox bəyəndim hər birini. Deməli, Şəlalənin Voyage-dan kartı var. Məndə də var əslində, sadəcə mən gətirməyi unutmuşam. Bu dəfə Şəlalə üçün alış-veriş eləyirik. Voyage-dan 50 manat kupon vermişlər bizə işdən, əgər xatırlayırsınızsa. Və Şəlalə indi kosmetik bir neçə məhsul alacaq. Təbii ki, ilk favorim L'Oreal'ın bu Infallible kapatıcıdır. Yəni məndə 8 aydır var və hələ də yarıya düşməyib deyə bilərəm. Çox bərəkətli məhsuldur. Qiymətinə fikir verməyin. Yəni ona görə də bu qiyməti başqa konsilerlərdə bəlkə də 2 dəfə çıxarda bilərsiniz. Ona görə də ən neytral rəngi açıq dərilisinizsə, yəni orta və açıq dərilər üçün ən neytral rəng budur. Bizə də elə burada bunu məsləhət gördüm. Mən Şəlalənin bunu məsləhət gördüm. Hər ehtimala qarşı satış təmsilçisindən də soruşduq. O dedi ki, ən neytral budur. Digərləri ya sarı ya da çəhrayı tonludur. İndi baxaq görə başqa necə törük. Bir də ona ənlik lazımdır deyə belə bir ənlik götürdük. Influence'un ənliyidir. 3 nömrəsini, yəni pink tonunu götürdük. Rənginə isə burada baxa bilərsiniz. Şəlalə açıq tonludur deyə mən ona məsləhət gördüm ki, çəhrayı tonlu bir şey götürsün. Qiymətdə 14 manat 50 qəpik. Deməli, Şəlaləyə pudra da lazımdır deyə Pupanın pudrasını o çox sevir. Ona görə də gəldik bura ki, onun pudrasını götürək. Deməli, normalda 45 manat 50 qəpik olan bu pudranın 4 nömrəli rəngi 19 manat neçə qəpiyə düşüb. Sonda hesabı çəkəcəm, orada görəcəksiniz ümumi məbləğin içərisində. 4 nömrəsi kimə lazımdırsa açıq rənglidir. Gəlib götürə bilərsiniz. Yəni çox yaxşı endirimdir. Sadəcə olaraq stokda çoxdur deyə belə bir qiymətə qoyublar. Yox, конечно. Barəsən. Spasiba. Deməli, indi gəlmişik evimizə, çünki biz sabah dostumuzun evinə qonaq gedirik, ailəvi dostumuzun. Ona görə də gəlmişik ki, görək buradan nə tapa bilərik. Əgər heç də tapmasaq, yəqin ki, artıq kupon hədiyyə eləyəcək ki, ürəkləri nə istəyirsə onu alsınlar. Girək görək içəridə nələr var. Deyilənə görə çox qəşəng şeylər var burada. Baxın, burada çox qəşəng saatlar var, dəhşət qəşənglər. Çox bəyəndim. Əslində, mən də istəyərəm onlara saat hədiyyə eləmək. Bir də mənə belə güzgülər lazımdır. Baxın, burada qiymətləri də çəkirəm. Sizin üçün balaca güzgülər belə var.
Sonra baxın mən burada bir dənə cüzcü bəyənmişdim. Bu arada belə cüzcülər də var burada. Sadəcə qiymətləri ayı var. Məsələn bu cüzcünün qiyməti 60 manat. Bu cüzcü 299 manat. Hə, mənə belə bir cüzcü lazımdır. Baxın, çox qəşəngdir. Sadəcə bizim yataq otağı qızıl rəngdə deyib. Mənə qızıl rəng lazımdır ki, makyaj videolarını istifadə edeyim. Sadəcə burada qızılısı yoxdur. Olanlar da balacadır. Ay nə qəşəngdir bunlar. Bunlara baxın, çox qəşəngdir. Burada da belə aksesuarlar satılır. Belə maraqlı aksesuarlar var. Daha sonra baxın belə qablar. Burada o qədər şey var. Yəni çək bitməz. Sadəcə vaxtım o qədər azdır ki, hamısını sizin üçün çəkə bilmirəm. Təəssüf ki, belə uzun və dərin cüldanlar. Sonra burada belə xırda-xırış şeylər var. İşıqlar və s. Pişiklər üçün belə oyuncaq var. Yəni çox şey vardı. Həqiqətən burada nə istəsəz hədiyyəlik və s. tapa bilərsiniz. Çox qəşəng şeylər var. Hətta şamlar belə var burada. Çeşid o qədərdir ki, özdə. Baxın, belə uzun şamlar da var. Arxada baxın, dekorativ güllər var. Burada belə şeylər var. Biz çox qərarsız qaldıq deyə ilkin olaraq kupon aldıq. Elə evimizdən çıxan kimi gəldik Peynirci babaya. Mən baxın, bu içi pendir dolğulu xalapenyoları o qədər sevirəm ki, dedim ki, bunlardan alaq. Deməli, belə bankalarda olan 820 də eyni şeydir. Bunlardan aldıq, görək necədir. Deməli, Peynirci babadan biz nə almış onları göstərmək istəyirəm. Elə o qabda olanlardan bir dənə belə orta acılısını götürdük. Yağdır bu arada içindəki də. Dadına bax, öz fikrimi də sizinlə bölüşəcəm. Bir dənə də çox acılısını götürdük. Bu yəqin ki, mənim yeyəcəyimdir. Bu isə Kamran yeyəcək. Kamran çox acı sevmir. Belə. 2 dənə yeməyin yanında əladır. Burada stəkanın neçəsi düşüb bayaq. Bunu gətirim silim. Bu şokolad isə üstündə də yazıldığı kimi Balidən bizə hədiyyə gəlib, elə evlərinə hədiyyə axtardığımız cütlük gətirmişdi. Mən sizə videonun əvvəlində dedim ki, bu video biraz oradan, biraz da buradan olacaq. Kamran mənə yeni telefon hədiyyə eləyib. Mənim telefonumun kamerası yanmışdı. O da koca yüreği, dağ çiçeği qıya bilməyib gedib mənə yeni telefon alıb. Çox sağ olsun. Təkrar buradan təşəkkür edirəm ona. Çox sağ ol, canım yoldaşım. Elə. Belə? Hə, belə. Güzeldir. Düzəlt. Belə bu tərəfə də. Belə? Evet. Salam. Axşamınız xeyir. Bu isə onun mənə sürpriz elədiyi andı. İstədim elə bu videonu da buraya yerləşdirim. Çünki əlimdə bu videoların YouTube versiyası çəkilməyib. Ona görə də əlimdə olanı sizlə bölüşmək istəyirəm. Çünki sevincimə şərik olmağınızı çox sevirəm. Elə telefon aldığımız gün gedib bütün lazımlı şeyləri aldıq. Burada da bilməyib gedib əvvəlki telefonum, yəni 14 Pro üçün belə naushnik almışam və bu videonu da çəkəndə şikayətlənirdim ki, mən artıq AirPods-dan bezmişəm, zaryadkası qurtarır, qulağını itirirəm, qabını itirirəm və mən nəhayət kabelli naushnikə geri dönmüşəm. Amma keşke almasaydım, boş-boşuna 7 manat vermiş oldum. Çünki yeni telefonun giriş hissəsi bundan fərqlidir. Ona görə təkrar gedib almalı oldum. Nəysə heç olmasa yeni şeylər alaq, təkəmiş sevinək, belə şeylərdə ziyana düşək, problemi yoxdur. Gördüm ki, etiketi kəsmək istəyirdim və gəlib gördüm ki, belə ayrıca kiçik bir parçaya tikiblər ki, məhsulun özünə, yəni paltarın özünün tikişinə də, parçasına da zərər verməyəsiz. Kaş bütün markalar bunu fikirləşərdi, kaş bütün markalar belə eləyərdi. Həqiqətən də çox xoşuma gəldi bu detay. Çünki mən çox vaxt dibdən kəsmək istəyirəm ki, o məni qıdıqlamasın, xüsusən də boyun etiketlərində. O da mütləq ki, parçaya zərər verir, amma bu indi qüsursuz şəkildə kəsiləcək. Dünən axşamda nəsə bir təb gəlmişdi və bütün fırçalarımı yudum, sponjlarımı tərtəmiz elədim. Buna baxın. İndi bunları çıxmaq şərtindən bu izləri, çünki dırnağım deşib, həm istifadə edəndə, həm də yuyanda bunları çıxmaq şərtindən süngəri elə bir indicə almışıq. Bunun burada belə balaca barmaq salmaq üçün ipi vardı, qırıldı, amma yenə də atmayacağım, qalsın müvəqqəti istifadə üçün. Orada yenisi var. Lazım olsa lap onu istifadə edərəm. Bunlar da gül kimi olub. Ümid edirəm quruyublar, çünki artıq makyaj eləməliyəm. Azca nəmlik qalıb. Çox az. Onda biraz
salfetini alım və makyaj edeyim. Deməli, dostlar, bizim iHerb-dən sifarişlərimiz gəldi. Nəhayət biz də bu Marketplace-dən sifarişlərimizi verdik. Burada yəqin ki bilirsiniz, orijinal preparatlar satılır və çox şey satılır əslində. Mən sadəcə preparatlara görə tanımışam. Deməli, belə kalsium və D vitamini olan belə bir dərman almışıq və magnezium. Hər ikisini istifadə edəcəyik. Bu böyük paket isə, bu böyük qabda isə kreatindir, bu isə yoldaşımıdır idmandan öncə içmək üçün. Hamıya salam, yeni bir vlog başlayıram, amma çox həyəcanla. Çünki bugün Kamranla biz çox ani bir qərarla bir işə qalxışmışıq. Bu həyatımızda bəzi şeylər dəyişəcək. Bilmirəm müsbətmi, mənfimi, amma onu bilirəm ki, bizim üçün çox ciddi bir qərardır. Bəlkə də sizə çox asan gələ bilər. Hətta baxa bilərsiniz, növbəti kadrları deyə bilərsiniz ki, bu nəymiş ki? Amma mənim üçün çox böyük bir inkişafdır. Daha doğrusu çox böyük bir gelişmədir. Türklər demiş, nəysə indi hazırlaşırıq, evdən çıxıb gedəcəyik və sizinlə bunu bölüşəcəm. Çox az qaldı. Və biz evdən çıxdıq, gedirik. Gedək və nəhayət o gözəlliklə tanışılaq. Bu arada bir dənə izləyicim məndən xahiş elədi ki, enişte sözündən xoşu gəlmir. Prosta indi mən bayaqdan videonu açmışam və bilmirəm ki, nə deyim. Kamran. Mən çəksən? Hə. Kamran, hə. Baxın, burada nə var? Nerede? Seni anandan ayırmıştı. Buna bak. İndi də gəlmişik ona alışveriş eləyək. Elə götürən kimi yaxında Zoomarket vardı. Qum qabı və Bu rəngi yaxşıdır elə? Məncə də. Bu qəşəngdir, bu olsun. deməli o 15 manatdır. Deməli, burada Royal Canin də var. 21.90 kilosu. Bir də belə propolan var. Mən ən çox propolanı daha çox işlədim. Royal Canin də... Burada da bir şey varmış. Nə böyüdəsən sən? Propolanı da çox işləmişik deyə biz bunu seçdik bir dəfəlik. Böyük pişiklərdən qorxuram. Bu arada ümumiyyətlə pişiklərdən qorxuram. Biraz qəribə olacaq. Bir də su qabı lazımdır. Belə bir şey götürürük. Bir də bizə tövsiyə elədilər ki, bu markanın sulu yeməkləri yaxşıdır. Bunlardan aldıq. Salmon yeyəcəyi. Bir də təbii ki, qum alırıq. Qiymətlərini nasıl deyəcəm sizə? Bəlkə bunlar bizə nasıl oldu, qumu oldu. Göz işlə yandı. Mia xanım. Mia Hanım, evinize hoş geldiniz. Hoş geldiniz evinize. Deyir, bura haradır? İstəyirəm ki, hər anımız elə sizinlə bölüşək. Ona görə də Mia'nın evimizə ilk addımları. Hoş geldin. Hoş geldin Mia. Hoş geldin. Evine hoş geldin. Baxır elə, analiz eləyir. Gəzə bilərsən, icazə verirəm. Görsən hər yer sənin kimi aldı. Ayol, hara gitsən? Hara gitsən Mia? Buna baxın. Hara gedirsən? Bunun yerini falan indi düzəldək. Deməli, indi Mia'ya aldıqlarımızdan bir dənə vlog video çəkmək istəyirəm, daha doğrusu. Nəsə ağır imiş. Gətirin bura. Bir də belə bir paketimiz var. Orada düzdür göstərdim aldıqlarımızı. İndi gəlin daha detallı göstərim sizə. Deməli, bu bizim cübbuşun qabıdır, hansı ki ora-bura daşımağa. Əslində bəlkə də axtarsaq daha gözəllərini də tapa bilərdik, sözsüz. Sadəcə biz istədik ki, elə hər şey olsun. Bir dəfə baxın, belədir, çox şirindir. Bunu almışıq deməli. Neçəyə burada qiyməti var? 22 manata. İçinə tıqqıldayanlar şeydir, sulu yeməyidir. Buna baxın. Hara gitməydik? Hə, içindəkilər baxın, sulu yeməkləridir. Belə ağız açılır.
su, hə, daha doğrusu içindəki su qabısıdır belə. Bunu aldıq 4 manata. Belə bir qum qabısını almışıq. Aha, çeki tapdım. Deməli belə. Baxın, 8 manat 50 qəpik olan bizə endirim elədilər. Bu 9.50 idi, 8.50-yə verdilər, sağ olsunlar. Sonra bu nədir? Hə, su qabısı 5 manat imiş. Sonra pençar deyəsən budur, 20 manat. Ay, yox, budur. Bu 20 manata verdilər endirimdən. Sonra 8.50-yə qum. Bu qumu 8.50-yə veriblər. 9 manata yeməyi almışıq. Kilosu 18 manat olan. Neydi adı? Nə? Propalan almışıq. 18 manat kilosu. Biz yarım kilo aldıq, görək bəyənirmi? Sonra belə balıqlı balaca yeməklər almışıq. O hardadır bilmirəm, indi kokunu çıxardacağam. Bir də daraq aldıq 5 manata. Ümumi məbləğ 59 manat 40 qəpik. Deməli bu nədir? Bu qum qabısının başlığıdır. Hansı ki dağıtmasın kənara. Ona görədir. Bu qum qabının özü belə deyək, balaca yaşında lazımdır. Bunu da üstünə qoyuruq böyüyəndə artıq. Sonra belə bir daraq almışıq tüklər tökülməsin deyə. Sulu yeməyə baxın, bunu deyirdim. Bəlkə qurunu yeməz deyə hər ehtimal. Bu qum qabındakı atıqları belə ayırmaq üçündür. Sulu yeməkdən bir dənə dalmışıq hər ehtimal. Bu da quru yeməyidir. Ne çıkıyor buradan da çıkırsa. Çık. Rahat değil ora. Evə gəlib Miyaya baş çəkdik, sonra tez qaça-qaça gedib yerdə qalan məhsulları da almaq istədik ki, bir dəfəlik bitsin. Bizə bayaq göstərdiklərimdən başqa belə dırnaq qaşımaq, həm də oyun oynamaq kimi bir növ oyuncaq lazımdır. Daha sonra yatmaq üçün yer lazımdır. Bir də balaca da olsa oyuncaq lazımdır. Çünki başını qatmaq üçün, vaxt keçirmək üçün, onu belə deyək, aktivliyini qorumaq üçün mütləq şəkildə oyuncaqla oynamaq lazımdır. Bunlar isə yemək daşıma çantalardır. Burada həm özüm baxıram, görək bizə alandan daha şey varmı, həm də sizə göstərirəm. Belə tasmalar da var. Bizimki çox balacadır. Bilmirəm pişiklər üçün belə bir şey var ya yox, amma maraqlanacağam. Olsa mütləq alacağam. Yeməklərin də qiymətini təxmini burada çəkirəm. Kiməsə maraqlı olar deyə bəlkə. Bu arada biz proplan almışdıq, amma o nisbətən iri dənəli idi. Amma biz başa düşdük ki, onu yeməkdə çətinlik çəkəcək. Ona görə də gedib daha xırda olan Royal Canin'in lap 1-4 ay arası yeməyini almışdıq. Onu da elə buradan aldıq. Ümumiyyətlə bu məkan, indi çəkdiyim yer Nərimanovda elə metronun yanı, metro parkından üzbəyüzdür. Biz yenə də dedik, qoy başqa yerə də baxaq görək qiymətlər necədir. Amma heç əziyyət çəkib gəzməyə ehtiyac yoxmuş. Demək olar ki, hər yerdə eyni qiymətlidir. Hətta bəzi şeylər biz tapdığımız yerdə daha ucuz idi. Nəinki o birilərdə. Yenə də bir neçə dənə yerə baxdıq. Biz bu dovşanlara baxın, çox şirindir. Hər şeyi sizin üçün çəkirəm maksimum dərəcədə ki, mənim gördüyüm gözəllikləri siz də görəsiniz. Quşları da çəkdim, dovşanları da çəkdim. İndi təzədən amma qaydırıq həmin yerə. Çünki biz artıq oradan alış-veriş eləməyə qərar verdik. Buna baxın siz Allah, elə bir ki, əyləncə mərkəzidir. Gələcəkdə Miyada böyüsün, onun üçün də belə şeylər alacağam. Biz elə bunu seçdik. Mən ilk görənən bəri bunu bəyənmişdim. Bu belə purjunludur, həm də 2 mərtəbəlidir. Belə çıxardıb taxmaq da olur. İstədiyiniz ölçüyə qoymaq olur. Və belə yatağı boz rəngdə seçdim. Bizim evə uyğun deyil, amma yenə də çox şirindir. Bunu seçdim. Bir də belə 2 dənə siçan. Bu topu almadım, amma kaş alsaydım. Çünki çox maraqlı idi. Sadəcə biz düşündük ki, onun tükləri ağzına girə bilər. Bir də dediyim yemək də budur. Baxın, əgər sizdə də varsa bala pişik, mütləq bunu alsanız yaxşıdır. Qiymətləri də buradan nəzər yetirə bilərsiniz videonu saxlayaraq. Sabahınız xeyir olsun. Mənə elə gəlir ki, bundan sonra mənim vloglarım Miya ilə başlayacaq. Burada mən bu cümləni quranda həqiqətən də hər şeydən xəbərsizdim. Çünki biz son anda Miyanı sahiblənəndən 2 gün sonra onun qardaşına sahiblənməyə qərar verdik. Çünki Miya tək çox sıxılırdı. Daha doğrusu biz elə düşünürdük. Və bir neçə pişiyi olanlarına da maraqlandı. Onlar da dedi ki, elə daha da rahat olur baxmaq. Ay Miya. Qardaşını axtarmır. Miya. Ay Miya. Ay qız çəkil. Bak Mia. Gel bak bu kimdi? Mia. Mia bak bu kimdi? Kimdi bu?
Hardadır o? Miya eləyir. Bir də mənim ayaqqabılarımı da apara bilərsən. Buna bax dalca düşüb eləyir. Ayda getdi. Tosi, evinə xoş gəlmisən. Bir-birlərini yaladılar. O kadrları çəkə bilmədim. İndi Miya düşüb dalınca. Bu arada yeni balacağın adı Tosi'dir. Sonra Miya'ya əyləncə çıxdı da bizi başımızı buraxaq. İmkan vermirdi, harasa gedək, nə yataq, duraq. Tosi, sən niyə qalxmışdın? Əslində buna qara adı dəhşət çox yaraşır. Hə? Qara? Qara. Niyə qara? Miya qara. Qara. Bunlara baxın, siz Allah necə yatıblar. Elə bil ki, bayaqların bir-birini qıran bunlar deyildilər. Elə buradaca vlogu da sonlandırıram. Növbəti vloqlarda görüşmək üzrə. Kanala abunə olmağı unutmayın. Hələlik.